Hamınıza salam aleykum dostlar. Nətər sizi ümid edirəm ki, yaxşısınız. Bugün sizlərlə birlikdə dostlar. Bəli, sizə dünənki videoda nə demişdim? Bugün hesabımı tanıtacağım demişdim. Bir dənə dostlar gözün internet getdi gördüyünüz kimi bir dəqiqə. Gəldim dostlar, oyundan çıxıb təzədən girib Wi-Fi falan düzəltdim. Yəni bəli gördüyünüz kimi düzəldi. Oynama birazcıq. Niyə belədir Allah? Bir dənə gözləyin. Bəli, gəldim. Bugünkü videoda hesabımı göstərim və bugündən əlavə sizə hesabdan göstərmədən başqa əlavə bir dənə də sürprizim olacaq. Sürprizi videonun axırında eləyəcəm. Dostlar, özüm mənim oyunum, baxın. Söz deyim, oyunum dünənlərim əlimə soxum, getdim. Qrafiklərdən ağzıma gələnlərim deyə bilən zəhmət olmasa deyə bilər. Baxın belə elə bir karakterin gözü falan görürsüz də açıq rəngdir. Buna baxın elə bir açıq. Görürsüz elə bir açıqdır. Yəni biraz pis görünür də. Nəsə başa düşürsüz pis görünür, açıq rəngdədir deyə belə qəribə görünür də. Baxın. Görürsüz açıqdır, amma gəlin bir də dünənki videoya baxın. Dünənki videoda amma belə deyildi rənglərdə. Dünənki videoda heç Free əsl kimidir. Mən yəni dostlar, zəhmət olmasa deyə bilərsiniz. Mən getdim, ağzıma gələn bir şeylər bastım. Yəni, oyunu belə saldım poxayı. Belə ağzıma nə deyim, əlimə nə deyim mən. Nəysə dostlar, gəlin keçdik videoya. Setlərə başlayaq. O yüzden mən elə bildim ki, o oyunun özündəndir bu gözüm belə nə də deyil, açıq olmaq falan, başqa silahların falan oyunun içərisində dəsəni görünmür. Gözlərin dəsəni deyəcəm, baxın. Görürsüz də, bax, bu mühafız dəsəni belədir. Amma oyun üçün mühafız dəsənin qabağı qəribə olur. Silah belə dəsən görürsüz, belə parıldayır falan olur. Parıldayır, baxın da silah falan. Amma oyun içində parıltısı gedir. Nəsə başa düşdünüz də, o nətər düzəltmək olur. Zəhmət olmasa bilənlər yaza bilər. Ona görə mən elə bildim oyunun özündədir. Oyunu silib təzədən yüklədim. Bu dəqiqə yüklədim. Bu dəqiqədə gəldim. Bunları falan indirdim. Ona görə paltardan indirəm deyirəm dostlar. Belə baxın, yəni belə baxa bilərsiniz. Belə yəni başa düşürsüz də tam. Hesabımız belədir. 53 səviyyəyə görə 84 kasa mənə görə yaxşının yaxşısıdır da. Qız paltarları, bir dənə tung saxır. Bunlar belə şeylər var. Gördüyünüz kimi saç çox zor saçda. Baxın bu saçı çox sevirəm də mən özüdür. Buna baxın. Açılsın. Çox zor deyil. Yəni bunu indirək. Bizim əsas saçlarımızdan biridir. Nəsə bildiniz bu saçsız. Baxın bu. Sonra baxın, üzlər belədir, belə keçirəm, baxın. Sizdən çox yaraşan üz bilirsiniz hansıdır. Maskayı, baxın bu. Gözləri, qara göz var. Bu mavi parıldayan, belə. Dəqiqə, bu indirilsin, hə. Buna da mavi gedir, mavi çünki parıldayır axı. Gözün qıraqlarından şeylər çıxır da. Gəldik, indi isə əsas məqama. Bəli, boyaq pas paltarı. Hesabda düz 7-dən boyaq pas açılıb. 7-dən boyaq pas paltarı var. Boyaq paslar bunlar idi. Ancaq bu boyaq pasının artıq. Bunlar belədir. Çox zordur da. Hadi. Ha, bildim. Belədir bunlar. Ay bilə, mən nə xiyaramı. Mən getdim oyun silib təzədən yüklədim, qaqa. Bilə. Nəysə, bunun kuşan şalvarlar belədir. Ən sevdiyim şalvar da budur. Birinci bunu sevirəm. Belə göstərim də. Böyle ayaqqabılar belədir. Mən bunu daha çox sevirəm. Tapşıqan mırta kuşanmışam. Bunlar belədir. Ayaqqabılar. İfadəmiz 19 dənədir. Ayda, mən elə bildim oyunun özündəndir bu görünüş falan. Ona görə getdim silib təzə yüklədim.
Soxun mənim üzərimə. Mən niyə getdim ay qrafiklər şey edim axı. Belədir. 19 ifadəmiz var. Çanta belədir, bu belədir. Belə şeyimiz var. Belə bundan var və səsə bunu qoy təbii ki, bu da yaxşıdır. Və mən sevdiyim budur. Bundan arasında. Amma bu old da, bu depar. Əvvəlin idi. Bunları indirərik qaqa. Bunlar çox da o qədər də vacib deyil. Profillər də o qədər də vacib deyil mənə görə. Digərlərinə gələndə buralar belədir. Ancaq silah rənglərini tək-tək göstərəcəm. Yəni indi deyirəm 145 dənə silah rəngimiz var. Bunlardır və indi gedək sizə göstərməyə. M400A1-dən düz 4 dənədir. AK-dən 7 dənədir. Biri günlükdür, 6 dənə şey var ya, ömürlük. İkisi də dəyərlidir, baxın. Bu ürəkdir, bu da oldudur, bunu bilərsiniz. Bu olda tək atmışıq, yayda atmışdım. Yəni bundan düz 7-9 ay əvvəl, baxın, bu olda tək atmışam. Deyə bilərsiniz, bunu niyə kuşamayıbsam, amma bu mırta kuşamışam, eləlik casında az qalıb deyə, həm də belə qəşəkdir. Amma yəni də oldu təbii ki, daha yaxşıdır. Skarımız 2 dənə skardır. 2 dənə qəşək groza desənlər. 3 dənə fomas rəngimiz, 3 dənə XM8, 94 plazma, avqumuz var, parafal, yal çapkını var, belə C36 var. Bunların hamısının gəldiyi tarix falan bilirəm, amma desəm uzun olacaq, belə M14 var, CVD, buna 30 dənə desəm, HBR oynadı verdilər, yeni almışım, yəni o qədər yeni artıq. Bir ad 80. Mənim hesabdakı ikinci boyaq pasımı alanda ikinci boyaq pasım oldu. Ad 80 boyaq pasılar. İyun ayının boyaq pasının özü. UMP belədir. Bu UMP-ni bilirəm, bu fevralın keçən, bu çox yaxşı. Keçən ildə oldu kimi sayılar deyə bilərik. MP5-imiz belə. VSS bunu tək atmışıq. 3 dənə MP40 var. 3 dənə P90'ımız var. Bir dənə vektorumuz var belə bomba kimi. Bir dənə Mekonumuz var. 2 dənə, 3 dənə Mekonumuz var. 2 bizon. Bir dənə M1014. 2 dənə pas var. 3 dənə mah 7. İkisi də bir-birindən zordur amma bunu kuşamışam. 2 dənə şarj bəzəm. Bu günlükdən bu ömürlük eləyəcəm. Aslında mən də bunu kuşamışam. Çünki oyuna 100 elmas falan da verirdilər. Bir dənə bu Tragon günlük girib almışam. 2 dənə bu M590-ın boyaq pasını almışdım. Bu da bu M590-ın gəldiyi et sezonunda yamışı elmas 1 olanda bu AVM-ni almışdım. Çox zor AVM-də. Kar 98 bu boyaq pasımdır sentyabr ayının. Bu belədir. Buna tək atmışam. Hesabda hər şey tək atmışıq da qaqa. Bunlar belədir. Saxlarımız belədir. Bu belədir. Belə özü belə. Bu da mənim ilk boyaq pasım oldu. Bu hesabda ilk boyaq pasımın şeydi. 3 dənə belə moviz var. Bunu kuşamışam. Buna 9 elmasa tək atmışdım. Hesabda çox şey tək atmışıq da qaqam. Yəni bir deyirəm indi. Çox zordur bu. İç boyaq pasımın sopası olub bu. Bunu amma mən şeydə almışdım. 8 gəlmişlər bu il yayda onda. Bu Squid Game bu. Amma bu mən Callar Bayramında 100 elmas verərək almışdım. Bunlar çox şey vardı. Hamısını bilirəm. Bu min şey yığaraq, başarım falan yığaraq almışdım. Bu keçən il Ramazanda gəlmişdi. Bu il Naruto'da gəlmişdi yayda. Bu Prime 2 olanda səhv etmirəmsə, bəli Prime 2 olanda verdilər. Bunu mən boyaq pasdan almışam. Boyaq pas. Axırıncı dəfə aldığım boyaq pasında, yəni Callar Bayramının. Bunu da tək atmışam. Dediyim kimi bir də tək atmışam çox şeyə. Bombaların elə çoxuna tək atmışam elması. Məsələn, kuşandım bu bombaya tək atmışam. Buna da tək atmışam. Bax, buna da tək atmışam. Uy, bu çox zordur. Bunu kuşan. Bu çox yaxşıdır. Bunlar çox bəzilər boyaqasındır, bəzən özüm almışam. Bu yaxşıdır, amma bu da yaxşıdır, pis deyil. Nəysə, gələk mühafız duvarı başdan. 17 dənə nədir? Bu var.
Bunlardan da 2 dənə də işte belə. Buna da tək yazmışam. 145 dənə saat desam var. 53 səviyyəyə bir hesab edəcəksiniz. Nətərdir? 22 dənə mitikimiz var. 54 destansımız var. 64 dənə nadirimiz var. 5 dənə sıra dışımız var. Kadim Evo'su da Evo'muzda yoxdur maalesef ki. Baxma Azılı lider dünən. Ya Azılı lider əgər tanımayan indi bu videoma baxan bilməsə, gəlin dünənki videoma baxın. Başladı belə comeback videonun sonuna qədər baxın elədi. O videodan baxın. Hekayəm nə deyim. Baxın üstü görsədə də qəribə cürdür. Görürsünüz. Amma dünənki videoda başqa cür. Baxın bu Azılı lider. Şükür profilimizi heç dəfə baxmayıb. Bızqırsın, geçsin, baxmasın. Bayaqlarım indi Azılı videom izləyirsə, deyirəm, mənə arkadaşlıq atmasın bir də. Taşıb bayaq ona arkadaşlıq atdım. Əlim dəydi, amma qəbul eləməyib. Əlimə sokum. Nəysə, onun nədən nətər eləyim, o mən şeyimə baxmasın. Belə. Qaqışa da vecmə deyilsin, nə qədər baxırsansa baxıb profilimə. Sən yalvaran deyiləm ki, nəsə dostlar, indi keçək sürpriz deyiləm yerə. Yəqin bilirsiniz ki, Free Fire'da bir dəqiqə dostlar, internet yenə getdi. Bir dənə gözləyim mənə nə olur. Canım dostlar, yəni deyirdim, yəqin bilirsiniz, FPS Free Fire üçün çox yaxşı şeydir. Yəni bilirsiniz, nətər donmayan şey, belə rahat oynamaq, hərəkətləmək olan bir şeydir. Mən də artıq özdə FPS-də ayarı tapdım. Hər bir cür telefona görə. Baxın indi dostlar, kəsək indi harda indilər. Bunu eləmək üçün gəlirsiniz birinci bu ayarlara. Ayarlarda gələcəksiniz, baxın qrafiklərə bax, diqqətlə bura qulaq asın mənə. Bax, indi 100% sizə belə olacaq, bu normal olacaq, burada belə olacaq. Baxın, açıq olacaq, 100% sizə belə olacaq. İndi sizə baxın, mən şey deyirəm, əgər siz istəyirsinizsə, FPS 120 FPS bilirsiniz ki, güc belə normal telefonlarda olur da. Baxın, siz 120 FPS öz telefonunuzu istəyirsinizsə, elə bir 2 dənə bir şey var. Birincisi şey odur ki, telefonunuz 256 GB olsa, ayar yaddaş, onu da eləyə bilərsiniz. 256 GB olsa, məsələn, mənim telefonum yaddaşı 256-dır. Redmi 14C-dir telefonum. 256 yaddaşı var. Yəni ona görə məndə donmur. Ona görə əgər sizin telefonunuzda, əgər yaddaş bilməzsə, ayarlar yenidən girin, orada yazacaq yaddaş. 256 GB-sə FPS, 120 FPS eləyə bilərsiniz. Yəni 120 FPS ola biləcək, amma bir şərt, o birisi şey də var ki, 120 FPS olması üçün telefonunuzda çox belə oyun yükləməyin də, nətər deyim. Olsun oyun, amma 3-4 dənə falan, 4-5 dənə zad olsun. Amma belə 10 dənə, 11 dənə olmasın. Yəni lazımsız oyunları, oynamadığınız oyunları silin. Lazımlı oyunları oynayın. Bax, məsələn, mən düz bax deyirəm sizə telefonda oynadım oyunları. Free Fire'dır, Brawl Stars'dır. Roblox-u hərdən bir giram oynada oynayıram qardaşımla falan. Yəni lazımlıdır Roblox-dur. Bir də ki FC Mobile futbol oynayacağım bilərsiniz. Belə 11 ay videosunu çəkmişdim yayda. Mən bəlkə özə onun videosunu tələdə çəkdim bəlkə. Nəysə başlamırıq FC Mobile-in. Yəni dostlar belə də. Yəni deyirdim ki 120 FPS üçün telefonunuz 256 GB olmalı və lazımsız oyunları silməlisiniz. Və ondan sonra bunları elətdən sonra girin qrafiklərə, bu qrafiklərə, yəni bu ayarlardan gəlin qrafiklərə. Yəni təkrarlayıram. 256 GB olmalı telefonunuzun yaddaşı və lazımsız oyunlar silin. Yəni 3-4 dənə oynasın, az oyun qalsın. 2-3 dənə, 3-4 dənə belə. Yəni çalışın 5-dən artıq oyun olmasın da. Da belə. Ona gələsiniz, nəsə dediyim kimi ayarlara gələsiniz, buradan qrafiklərə. Burada bu qrafiklərə heç nə əlzaq dəyməyin. Bu qrafiklərin başı, yəni buraxın. Bu qrafiklər o qədər də bir dəqiqə. Bu qrafiklərə gəlməyin dostlar. Bu qrafiklər akıcı qalsın, akıcı. Elə ən yaxşısı elə akıcıdır. Siz niyə? Çünki ultranı falan eləməyin. Əgər eləsəz nətər deyim də, birazcıq telefonunuzda nətər deyim, donma falan olacaq da. Bu akıcı olsun, yəni biraz təhlükəli. Yəni təhlükəli deməyin. Yəni formasiyada olmama yenə də telefonunuzda donmaya səbəb olar deyə onu həmişə qrafikləri baxın, bu akıcı qoyun.
akçı. İndi baxın əsas yerə gəldik. Özəl kolleksiyon effektlərini baxın kapalı eləsəm indi bax dəqiqə. Görürsüz biraz bilmirəm siz başa düşürsünüz baxın belə telefon biraz donur məndə donur. Yəni siz yəqin bilməyə bilərsiniz, amma yəni baxın donur. Ancaq gəlib bunu qrafiklərə girib bunun elə açıq elə kapalı qalın, elə kapalı saxlasaz aşağıdakı yüksək FPS ilə yüksək eləsəz, yəni buna basar tanımarsınız, belə yüksək eləsəz, əgər şey olacaq, nətər deyim da şey olacaq da, yəni telefonunuzda donmaz olmayacaq da, FPS 120 olacaq. Yəni 120 olub olmadı telefonunuza baxır da, maksimum hansısa elə maksimum olacaq. Amma qrafiklərə gəlib burada max falan eləməyin, elə akcə eləyin. Yəni mən özüm akcə eləyirəm, siz istəyirsiniz baxın belə eləyin buranı. Bu nədir? Bu ayar daha akıcı bir göstərdiyim sağlar, ancaq biraz etkiyə bilir. Nə deyir? Nəysə, gəlin siz bir dənə oyuna girəyin. Nə deyirsiniz? Gəlin bir dənə girək oyuna. Bir dənə dostlar, bir dənə gözləyim. Mən yalnız kurtun içinə girəndə başlayacağım sizdən. Öyle dostlar, mən hassasiyyət verim sizə. Bu Redmi 14C üçün məncə yaxşı hassasiyyət. Mən bu genəli, yəqin bilirsiniz ki, hamı 100-dən çox qoyur. Yəni genəl bilirsiniz ki, belə test fırladır falan. Hamı bütün YouTube'lar falan eləyəndə genəli həmişə 100-dən çox edir. Amma mən 72 eləmişəm. Çünki mən eləyən telefona çox dönməyə alışmamışam. Yəni mənə görə dostlar, ən rahat mən bununla rahat oynaya bilirəm. Hassasiyyətim belədir. Götürmək istəyənlər bu yüzden cavab hassasiyyəti götürə bilər. Belədir hassasiyyət. Nəysə, girək indi. Mən yalnız kurt girək. Girək. Elə bu kombinlə girəcəksin. Bir dəqiqə açaq. Yəni demək istəyirəm məsələn nə olamağa bu açıqda belə üzü falan oyunun. Bu nətər düzəldə bilərəm amma mənə deyin də yəni nə olar. Yəni kim əgər bilirsə zəhmət olmasa deyər yorumlarda. Əlim heç çalışmayıb. Söz deyim, baxın belə ətraf görürsünüz dostlar nətər belə qəribədir. Görürsünüz də yəqin. Telefonlarca baxırsınızsa görürsünüz yəqin. Baxın belədir, qəribə cürdür. Telefonum falan. Kaka bax. Görürsünüz dostlar, bilməm. Qəşəng, bu bir. Telefon çox kasmır, FPS yaxşıdır. Amma bizə dostlar fikir razıdır. Sizdən olar. Xahiş edirəm, bu nətər düzəldə bilərəm, ay qaqa. Hətta görürsünüz belə qəribə cür. Bax gözümə mavi parıltısı yoxdur, görürsünüz də. Baxın belədir. Nə olar onun nətər olunur, mavidən onu deyin də. Qaqa, ay qaqa. Baxın gördünüz dostlar bu şeyin. Bax Allah oynayamıram və bilirsiniz niyə? Ətraf çox belə qəribə cürdür. Bir dəqiqə. Akıl atmazsa geri dön. Kapalı. Fızqırt da. Allah əsəbləşirəm. Baxın ətraf görsə dostlar. Dünənki baxın. Bir də mənim yalnız kurt videolarına baxın. Görəsiniz ki ətraf baxın belə deyil. Amma burada baxın ətraf belə qəribə cürdür. Görürsünüz də belə. Buna görə oynayamıram mən. Qəşəng. Dostlar, mən editdə atacağım. Bu gündən birazdan edit atacağım YouTube'a. Yəni like atsaz, əgər çox xoşuma mənim üçün böyük dəstək olarsınız mənə. Tez edit indicə alacağım. 15-30'da cep dərsi edəcəm. Çünki dərsim var. Vay bilə. Qaqaş deyərək oyuna pul vurur. Çünki bu profil. Mən biləm pul vurulanda al. Pul vurulanda alınır o profil. Nə seçək biz? Bir dənə fikirləşim. UMP seçək. UMP bizim babasılar. Yəni mənim illərdir 2024-dən seviyim sizə. Baxın görürsünüz dostlar. UMP-in baxın dəsəni belədir. Yəni bir sizə bu dəsən parıldayır. Amma oyun içində baxın dəsən belədir. Gördünüz də. Qəşəng getdik kaf olmanın. Amma mən yenə də baxın dəsəni parıldamır. Görürsünüz parıldamır. O mənə deyim də. Nə var? Yəni bir dəfə dedim. Amma nətər deyim əsəbləşdirir mənim oyun.
Məndə də günah var ki, niyə əlimi bilmədiyim şeylərə əlimi soxdum. Videonun sonuna qədər baxın. Heç yer atlamayın. Bilirsən nətər olur? 1-0 mən duram, sonra budur. O mən duram, budur. Mən duram, budur. Baxın, indi mən udacam. İnşallah da yəni. Normaldir, biraz sırası qızdan pompalı geçir. Birazdan edit düzəldəcəm, atacam kanala. Biraz çətin, biraz vaxt aparacaq. Çünki mən edit düzəldəndə bir proqram var, oradan düzəldirəm. O da biraz vaxt aparır. Qaqa. Oy. Allah super. Allah işləyir. Hassasiyyət çox zordur. Redmi 14C-yə görə, Redmi 14C-yə görə hassasiyyət bomba kimdir. Amma o birisi Redmiləri bilmirəm. Redmi 14C. Yəni əgər kiminsə telefon varsa hassasiyyəti götürə bilər. Videonun haqqında təzədən paylaşdım, amma bayaqda göstərdim. Şey getdi. Allah superdi, super. Yaxşı dağıtdıq. Qaşı 500 qoyduq, amma o şey mənə səviyyəlidir də. Qəribə cür olması ekranı falan. Nədir? Hayır, bu da geçsin də. Mən niyə düzəlməyə təklif gəlmirim hə? Bunda da bunu mən almış olmuyor, süpürmüşük qız paltarını qaqa. Mən bir süpürmüşük. Dəqiqə, burada nəsə gələcək görürsən. Gəldi. Ay bilirsən, verdiyin şeyi satmayın. Nəsə dostlar, hassasiyyətimi təzən paylaşayım. Hassasiyyət baxın belədir. Nəysə dağıtdıq dostlar. Bugünkü videomuz bura qədər idi. Sağ olun, özünüzə yaxşı baxın və nə olar nətər bunu düzəldəcəm də əgər kim bilirsə yoruma yazsa çox xoşbəxt olaram. Əgər tam belə çətin zət falan olsa düzəltmək istəyirsiniz yoruma yaz, nömrəm falan ya da TikTok hesabımın adını falan verərəm sizə. Elə gedərik oradan belə nətər olunur onu yazarsınız. Nəysə dostlar, sağ olun, özünüzə müğayət olun. Sonraki videolarda görüşərik.